Salam aleyküm çox. Şəhərin ən səviyyəli dönərxanalarından biri də Bazə dönərdir. Kısaca bura məslək görürəm. Abeddə burada həmişəyirik. Həmişəndə ki, dönər istəyəndə Muradxan bıçağı gətirəm görə usta fikrini bildirsin. O paketdən çıxardıram. Gəl. Usta, salam aleyküm. Allah bərəkət versin. Bir dənə bunu yoxla sənə zəhmət. Bu paketdən çıxartdım. Baxın, nə daşa vermişik, nə bir şey eləmişik. Birbaşa İstanbuldan gəlib bura Muradxan bıçağı verir qardaşa, birbaşa. Baxın, bir zəhmət olmazsa ətə, toyuğa vur. Sən bir yaxından şey. Mövzu maraqlıdır ki, cürbəcürlərə verirəm ki, baxan nə effekt verəcək. Necədir qardaş? Çox gözəl. Ətə də vur sənə zəhmət. Yəni ərvi yorur səni. Heç. Öz ağırlığına kəsir. Öz ağırlığına. Öz ağırlığına kəsir, can rahatçılığı çox gözəl. Bəzi burada belə yerlər də var ha. Çöldən baxsa balacadır. Buradan belə ailəvi də gələ bilərsiniz. İkinci mərtəbə də var. Belə qəşəng belə mistik şeyi var, bunun aurası var. Bizim qardaşların dəstək olaraq buranı bildirək. Maraqlı dadları var dönərlərinin. Biraz belə bir də kapuçon dad mən yemişəm, kapuçon dad verir. Özü bunun özəlliyi nədir? Turpu təmiz silikondur, ələ sürüşmür. Antibakterialdır. N6 mov metaldır, bax, xüsusi metaldır. Masata rahat gəlir, daşa verir. Heç eləməmişəm. Birbaşa İstanbuldan gəldi, paketdən çıxardı, qardaşa verdi, maşallah bəyəndi. Sən də Erdurxa, əgər dönərçi ustasansa, bu bıçaqlar bizdə zakaz elə, öz endirimdədir. Gəl götür, aparacaq.